Ağa müəllim, biraz əvvəl də qeyd etdik ki, dinimizdə də, yəni Peyğəmbərimiz özü də qeyd edir ki, yas yerlərində o yas sahiblərinə, yəni övladı və yaxud da anasını, atasını itirmiş şəxslərə siz, belə deyək, yemək, içmək, qənd, çay və s. produktlar aparmalısınız ki, onlar başqa şeyin dərdini çəkməz, çünki onlar hüzünlüdürlər. Amma bugünkü gündə çox qəribə bir hal var. Deyək ki, xüsusən də indi artıq rayonlarda, bölgələrdə də belədir, xüsusi bir mərasim evləri təşkil olunur ki, hansı ki o mərasim evlərinə girəndə bilmirsən, yas mərasiminə girmirsən, yoxsa hansısa bir şadlıq evində bir toy mərasiminə girmirsən. Yəni, stollar açılır, stolun üstündə naz-nemət, həqiqətən də seçmək çox çətindir ki, bu yas mərasiminin ehsanıdır, yoxsa hansısa bir şadlıq evinin toy mərasiminin bir, belə deyək, yemək içməyidir. Bu məsələ bəs sizcə necə tənzimlənməlidir? Yeri gəlmişkən bəzi bölgələrdə artıq bu, belə deyək, ləğv olunub, sadəcə bir çayla, bir limondan artıq bu məsələ yekunlaşır. Amma xüsusən də paytaxtda deyək ki, o dəbdəbəli mərasim evlərində bilmirsən, şadlıq evidir, mərasim evidir, girirsən ki, artıq bir 600 nəfər, 700 nəfər eyni anda heç nə başa düşmək olmur bu məsələlərdən. İstəyirəm siz də bir münasibət bildirəsiniz. Bölgələrimizdə ifadə elədiyiniz kimi, bəli, kifayət qədər müsbət addımların şahidi ola bilirik. Son illərdə aparılan dəvətlərin nəticələri, bu müsbət nəticələrini görürük və bir çox valideynlər, insanlar da bundan məmnunluqlarını ifadə edirlər. Təbii ki, yas yerinə gələn, mərasimlərə gələn insanlar otururlar, orada söhbətlərə qulaq asırlar. Amma yemək, ziyafət yoxdur. Dediyiniz o dəbdəbə, o şatafatlı məclisləri biz müşahidə eləmirik. Amma ehsan deyib də ziyafətə məclislərimizi çevirməməliyik. Çünki hər məclisin özünün bir üsulu var. Hər təbii ki, ziyafətin özünün bir forması var. Hətta toylarda belə deyək, gerçəkdən israfçılıq həddini hüdudunu artırıb bir həddə gəlib çatıb. Ümumiyyətlə, israf dinimizdə haramdır. İstəyir toyda olsun, istəyir yas yerində olsun. Hər şeyin qədri, qiyməti bilinməlidir. Heç bir şey təbii ki, tələf edilməməlidir. İsrafla bağlı kitab şiddətli danışır. Hətta İblisin, belə deyək, qardaşları ifadəsini Qurani-Kərim dilə gətirir. Bu baxımdan yas mərasimlərində, xüsusən Bakı şəhərində və özəl şəhərlərdə biz görürük ki, hələ də bəli, olduğu kimi qalır, ehsan süfrələri həqiqətən o ağırlığını, ziyafət formasını qoruyub saxlayır. Ümid edirik ki, dəvətlərimizi, təbliğatımızı daha çox artırmalıyıq. Yəqin ki, bir zaman gələcək ki, o yerlərdə də insanlarımız, xüsusən insanların daha çox yaşadığı şəhər bölgəsindən söhbət gedir ki, o yerdə də ki, bu strateji addımlar atılacaq. Və bu sayədə mən istərdim ki, daha belə deyək, tanınmış, ziyalı insanlar bu addımı atsın ki, bir nümunə olsun. Çünki bəzən olur ki, insanlar həmişə nümunəni fəqir insanlardan, yoxsul adamlardan gözləyirlər, tanınmamış insanlardan gözləyirlər və bu nümunə də çox yayılmır. Amma biraz şöhrəti olan, tanınmış, bir ziyalı, bir alim, bir arif zat bu işi görməlidir ki, və nümunə olaraq insanlar görsünlər. Çünki artıq açığı bizim qulaqlarımız çox eşidir, amma gözümüz acdır. İstərdik ki, o həqiqəti gözlərimizlə də görək.